Yadda saxlayın bunu, insanın bədbəxtliyi halının xarab olmağından başlayır. Əsas mövzu insanın hansı halda olmasıdır. İnsanın halının pis olub yaxşı olması çox önəmli. Allah insanın ən çox halına həssasdır. Ən çox halına önəm verir, əməlindən çox. Əməlindən çox Allahın önəm verdiği şey bizim halımızdır. Biz nə haldayıq? Əsas sual budur. Halın necəliyi hər şey təyin edir. Hal çox mühüm məsələdir. Allah insanların taleyini, başına gələcək hadisələri onların hallarına uyğun tənzimləyir. Halın necədirsə, başına gələn işlər də elədir. Allah belə müəyyən edir. Müqəddəratı buna uyğun tənzimləyir. Halın xoşdursa, ona uyğun hadisələr başına gələcək. Halın qəmlidirsə, qanın qaradırsa, ona uyğun hadisələr başına gələcək. Bir insan ki, narahatdır, qəmgindir, üz ifadəsindən görünür ki, bunun qəlbinə acı qəm çöküb, bu küfr elan edir. Bu, sanki bütün vücudu ilə ətrafdakılara deyir ki, Allah yoxdur. Çünki Allah varsa, insan bu hala düşməz. Çünki Allah kifayətdir şad olmaq üçün. Allahın varlığı kifayətdir. Bir insan Allah var ola, narahatdır, qəmgindirsə, o ətrafdakılara elan edir ki, yox, Allah yoxdur. Allah varsa əgər, niyə adamın halı pis olmalıdır? Niyə adamın halı qəmgin olmalıdır? Başımıza gələn bütün hadisələr bizim halımızdan qaynaqlanır. O adamlar ki, bizim halımızı xarab edir, o adamlardan uzaq olar. O adamlar ki, naşükürdür, deyingəndir, onlara yaxın düşmür. İnsan özünə xoş hal istəsə, ki, ilahi, mənə həmişə sevincli elə. Onda bilirsiniz nə baş verir? Onda Allah insanın başlayır problemlərini həll eləməyə. Bu ki, məndən sevincli olmaq istəyir. Mən bilirəm ki, bu problem bunu qəmləndirəcək deyə mənim mələklərim bu problemi həll edir, bu çətinliyi həll edir. Allah'a bax, belə təsəvvür edəsən ki, o qədər mehribandır və insanın mehriban olduğundan deyir, mənim bəndəmin halı həmişə yaxşı olsun. Mən istəmirəm o qəmlənsin. İstəyirəm həmişə sevincli olsun. Sevdiyimiz adamın qəmlənməyini istəyərik, xeyr. Allah bizi bizdən çox sevir, özümüzdən çox. Ona görə də hər an halımıza diqqət edir. Mən varamsa qəmli ola bilməz. Qəmli olmağı, qanı qara olmağı, acı olmağı, qəzəbli olmağı bunu göstərir.